Everyone, salam herkese. Bugünkü dersimiz 3. sınıf dersliyindendir. Unit 7, Lesson 3, bölme 7, ders 3. Exercise 1, tapşırık 1. Read and listen. Okuyun ve dinleyin. İlk önce 57. dinlemeni dinleyek, sonra birlikte tercüme edek. Track 57. The Purple Balloon. Peggy Sue has a new balloon. It's a big purple elephant. How fun! Oh no! Come back, purple balloon! Where is the purple balloon? It's next to the tree. Stop! Please stop, purple balloon! I want to rescue you! Where is the purple balloon now? It's next to the bookstore. Come here, purple balloon! Where is the purple balloon? It's in front of the toy store. Wow, great toys! There it is! It's behind the firehouse! Here's your purple balloon, Peggy Sue. Thank you very much, Firefighter Joe. I love my purple balloon. İndi isə gəlin sözləri öyrənib birlikdə tərcümə edək. Come back, geri qayıtmaq. Store, mağaza. Great, böyük, dahi, əla, möhtəşəm kimi mənaları var. Firefighter, yanğın söndürən. The purple balloon, bənövşəyi şar. Peggy Sue has a new balloon. Peggy Sue'nun yeni bir şarı var. It's a big purple elephant. O, böyük, bənövşəyi bir fildir. How fun, necə əyləncəli. Oh no, come back purple balloon. Oh, ola bilməz. Bənövşəyi şar, geri qayıt. Where's the purple balloon? Bənövşəyi şar hardadır? It is next to the tree. O, ağacın yanındadır. Stop, please stop, purple balloon. Bənövşəyi şar, dayan, zəhmət olmasa dayan. I want to rescue you. Mən səni xilas etmək istəyirəm. Where's the purple balloon now? Bənövşəyi şar indi haradadır? It is next to the bookstore. O, kitab mağazasının yanındadır. Come here, purple balloon. Bura gəl, bənövşəyi şar. Where's the purple balloon? Bənövşəyi şar hardadır? It is in front of the toy store. O, oyuncaq mağazasının qarşısındadır. Wow, great toys. Wow, möhtəşəm oyuncaqlar. There it is. Oradadır. It is behind the firehouse. O, yanğın söndürən evinin arxasındadır. Here your purple balloon, Peggy Sue. Peggy Sue, sənin bənövşəyi şarın buradadır. Thank you very much, Firefighter Joe. Təşəkkür edirəm, yanğın söndürən Joe. I love my purple balloon. Mən bənövşəyi şarımı sevirəm. Yəni, bu formada tərcümə edirik. Exercise 2, tapşırıq 2. Listen again to the purple balloon. Yenidən bənövşəyi şar dinləməsini dinləyin. Əgər sizə aydın olmadısa, yenidən dinləyə bilərsiniz. İndi isə 3-cü tapşırığa baxırıq. Say true or false. Doğru və ya yanlış. Yəni, uşaqlar, biz bu cümlələri oxuyacağıq. Hansı cümləmiz mətndə varsa true, yəni doğru, hansı yox idisə, bu yanlış, false cavablarını seçəcəyik. Bir də, the balloon is next to the bookstore. Şar, kitab mağazasının yanındadır. Bəli, bu doğrudur. 2-yə baxırıq. The balloon is behind a tree. Şar, ağacın arxasındadır. Xeyr, bu yanlışdır, çünki ağacın yanındaydı. 3-ə baxırıq. The balloon is in front of the toy store. Şar, oyuncaq mağazasının yanındaydı. Daha doğrusu qarşısındaydı. Bəli, doğrudur. 4-ə baxırıq. A police officer rescued the balloon. Polis məmuru şarı xilas etdi. Xeyr, bu yanlışdır. Yanğın söndürən xilas etmişdir. Ona görə cavab false olacaq.
Bu formada, yəni 1 ilə 3-də true, 2 ilə 4-də isə false cavablarını yerləşdiririk. Dördüncü tapşırığa baxırıq. Choose and say. Seçin və bildirin, yəni deyin. Biz burada uşaqlar mətnə uyğun formada eyni zamanda şəkillərdə bizə göstərirlər. Hansı uyğundursa altından xətt çəkəcəyik. Where the balloon? Şar hardadır dedikdə biz görürük ki, it is in front of, next to the tree. Yəni ağacın qarşısında yoxsa yanındadır. Təbii ki, uşaqlar next to, eyni zamanda mətnimizdə də bu verilmişdi, yanındadır. 2-yə baxırıq. Where is the balloon? Şar hardadır? It is behind the bookstore və yaxud da it is next to the bookstore. Təbii ki, biz yanında olduğuna görə next to-nu işarə edəcəyik. 3-ə baxırıq. Where is the balloon? Şar haradadır? Burada it is in front of the toy store və yaxud da it is across from the toy store. Yəni oyuncaq mağazasının qarşısındadır və yaxud da qarşı tərəfindədir. Təbii ki, qarşısında olduğuna görə in front of cavabını yerləşdiririk. 2 seçim verib birini seçməliyik. 4-də where is the balloon? Yəni şar haradadır dedikdə it is next to the firehouse or it is next yox, behind the firehouse. Yəni uşaqlar ya yanındadır, next to qoymalıyıq və yaxud da behind arxasındadır. Təbii ki, yanğın söndürən evinin arxasında behind cavabını seçirik. Beləliklə 1-də next to the tree, 2-də next to the bookstore, 3-də it is in front of the toy store, 4-də it is behind the firehouse cavablarını seçirik. 5-ci tapşırığa baxırıq. Pages 56-57 skills book iş dəftərinin səhifə 56 və 57 işləməyimiz istənilir. Belə uşaqlar, dərsimiz bu qədər.